İlk öncə müsabiqə haqqında deyim. Müsabiqə 2019-cu ildə fərman imzalanıb və 2021-ci ildən start götürüb. Bu il müsabiqənin 6-cı ilidir. Əvvəlki 5 il müddətində hər il biri o birindən müəyyən qədər fərqlənməklə hər il təkmilləşməyə doğru gedən bir müsabiqə təşkil olunub. Bu müsabiqədə məsələn hər əvvəlki illərdə daha nisbətən asan suallar olurdu. Amma sonrakı illərdə həm sualların ağırlıq səviyyəsi, məsələn analitik təhlil əvvəllər onlayn idi, sonra əyani oldu və sualların tipləri də ildən ilə daha da təkmilləşdirilib, daha da seçici bir suallar tətbiq olunur burada. Müsabiqə 5 mərhələdən ibarətdir. İlk mərhələsi ümumi bilik imtahanı olacaq. Ümumi bilik imtahanı nədir? Burada sizə 4 blok üzrə hərəsində 25 dənə sual olmaqla toplam 100 sual düşəcək. Və bu 100 sualdan Azərbaycan bloku 25 sual, yəni Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı. Dünya bloku, dünyanın tarixi, coğrafiyası, iqtisadiyyatı, burada ədəbiyyat da daxildir. Yəni ümumi bilik, yəni dünya görüşü deyirik. Sonra var müasir trendlər bloku. Müasir trendlər blokunda sizə deməli son dövrlərdə Azərbaycanda və dünyada baş verən əsas qlobal hadisələr ki var, bunlarla bağlı suallar düşür. Bir də var idarəetmə əsasları. Əvvəllər hüquq və iqtisadiyyat idi, indi idarəetmə əsasları adı altında gedir. Eyni şeydə heç bir fərqi yoxdur. Burada 25 sual olur. Üçüncü mərhələ olan idarəetmə mərhələsi var. Ona nisbətən oxşar və bənzər suallar tətbiq olunur. Bu birinci mərhələni əhatə eləyir. Qeyd edeyim ki, baxın, altını çizərək deyirəm, birinci mərhələ onlayn olur. İndi rəsmi şəkildə də açıqlanacaq. İndiyə qədər də bu cür olub. Onlayn olur və kompüter kamerası bağlı olur. Səssiz yerdə bu sualları işləyirsiniz. 60 balı, yəni 60 suallıq bir uğurlu nəticə göstərsə, siz növbəti mərhələyə keçmiş sayılırsınız. Mərhələlər bir-birindən asılıdır. Birinci mərhələni keçdiniz, gəlir ikinci mərhələ, yəni analitik təhlil mərhələsi. Analitik təhlil mərhələsində artıq əyani keçirilir. Məktəblərdə, universitetlərdə, məsələn, məkan olaraq dəyişir. Sizə yaxın olan bir məkan seçilir və burada sizə kompüter qarşısında 75 sual təqdim olunur. Əvvəlki illərdə sualların sayları nisbətən dəyişib, amma mən keçən ilki statistikanı deyirəm. Bu ildə əgər hər hansısa bir dəyişiklik olarsa, mən onu rəsmi şəkildə açıqlanacaq və sizlə bölüşəcəm. Bu fərqi yoxdur. Həm dərsə davam edən yoldaşlar, həm də davam etməyən yoldaşlar üçün ümumi müzakirə qrupumuza göndərəcəyik ki, ən azından məlumatımız olsun və müzakirələrə açıq olacaq. İndi bağlamışam, amma bir müddət sonra açılacaq. Qeyd edeyim ki, 75 sual, burada 25 sual verbaldan. Verbal nədir? Mətnlərdir. 5 mətn, hərəsində 5 sual olmaqla toplam 25 sual təqdim olunur. İkincisi, gəlir rəqəmsal. Rəqəmsal nə daxildir bura? Diaqramlar, histoqramlar, qrafiklər, ədədlərlə bağlı olan suallar, hesab əməlləri, riyazi məsələlərdən düşə bilər bunların içərisinə. Bunların hamısı rəqəmsala daxildir. Və namizədlərin ən çox çətinlik çəkdiyi hissə məhz bu rəqəmsal hissəsidir. Rəqəmsal hissəni möhkəmləndirmək üçün indi bizim baza dərslərimiz təşkil olunur. Baza dərslərindən sonra birinci mərhələni keçən kimi bizim özümüzün hazırladığımız rəqəmsala aid 500 suallıq bir kitabı işləyəcəksiniz. Daha sonra əvvəlki illərdə qəbul sualların hər biri tək-tək izah olunacaq. Amma indiki dərslərimizdə biz rəqəmsalımızı, verbalımızı və abstraktımızı möhkəmləndirməyə çalışacağıq. Əsas məqsədimiz budur. Və növbəti abstrakt gəlir. Abstraktda da yenə 25 sual təqdim olur. Abstrakt fiqurlardır. Fiqurlar, şəkillər ümumilikdə. Və toplamda 75 sualın 2 ballıq, 4 ballıq və 6 ballıq çətinlik səviyyəsinə görə qiymətləndirilir. 300 ballıq bir sistemdir. Bu 300 ballıq sistemdən siz ən yüksək bal yığan namizədlər növbəti mərhələyə keçmiş sayılır. Yəni bu mərhələdən. Belə deyim sizə, ortalama olaraq indi ilə görə dəyişə bilər. Təxminən 200, 210, 205, 190 bu civarlarda bal yığan namizədlər növbəti mərhələyə keçmiş sayılır.
dediyim kimi ilindən asılı olaraq dəyişə bilər. Məsələn, kimsə deyə bilər ki, keçən il mən 190 yığmışdım, kəsilmişdim. Kimsə deyə bilər ki, ondan əvvəlki il 190 yığmışdım, keçmişdim. Çünki o sualların çətinlik səviyyəsi və orada sizə düşəcək suallar, suallardan kimlər nə qədər çox yığıbsa əsas o lazımdır. Statistika önəmlidir. T şkalasına əsasən hesablanır. İkinci mərhələni keçdikdən sonra idarəetmə mərhələsi gəlir. İdarəetmə mərhələsində siz 2 blok üzrə emosional zəka və situasiya mühakimə tipli testlərlə tanış olacaqsınız. 60 və 62. Toplamda 122 sual təqdim olunur və bu sualları yenə T şkalasına əsasən hesablanacaq. Üçüncü mərhələni keçdikdən sonra siz yarım finalla qarşılaşacaqsınız. Yarım final nədir? 6 nəfərlik komandalarla siz komanda ilə işləmə bacarığını mükəmməlləşdirəcəksiniz və orada sizdən əsas o yoxlanılacaq ki, siz hansısa bir layihəni komandanızla birlikdə necə işləyirsiniz? Yəni, siz özünüz mükəmməl bir idarəedici, mükəmməl bir insan ola bilərsiniz, mükəmməl bacarıqlara sahib ola bilərsiniz. Amma sizin komandanızla işləmə bacarığınız yoxdursa, siz bir idarəedici ola bilmərsiniz. Əsas məqsəd bu yönlüdür. Və burada müəyyən bir dediyim kimi, təkrar kimi olmasın, müəyyən bir layihə verilir. Layihə üzərində hər dəfə fərqli komandalarda olmaqla siz qiymətləndirirsiniz. Və bu qiymətləndirilmədən uğurlu nəticə göstərdikdən sonra keçirsiniz finala. Final mərhələsində sizi müsahibə mərhələsi gözləyir. Yəni, müsahibə nədir? Hər biri nazirlərdən təşkil olunmuş mentorlar sizin idarəetmə bacarıqlarınızı, hansı dərəcədə rəhbər olacağınızı qiymətləndirir. Əgər ki, siz müəyyən bir şərtlərə, standartlara uyğun gəlirsinizsə, artıq rəhbər olaraq seçilmiş sayılırsınız. Bu da təxminən ildən ilə dəyişir. 20, 22, 25, 30-a qədər namizəd təxminən seçilir. Müsahibə hazırlığı olmur. Niyə olmur? Çünki müsahibə mərhələsində sizə fərqli suallar verilə bilər. Və bu müsahibə mərhələsində sizə təqdim olunacaq sualların şəxsinə görə dəyişir. Məsələn, siz ora qədər gəlib çatanda artıq sizin hansı hissənin zəif, hansı hissənin daha mükəmməl, hansı hissədən siz idarəetmə qabiliyyətinə, idarəetmə bacarığına sahibsinizsə, onu artıq onlar bilirlər. Yəni, sizin bilmədiyiniz zəif tərəflərinizi də bilirlər, güclü tərəflərinizi də bilirlər. Çünki bütün hər biri nöqtə virgülünə qədər araşdırılır. Və ona görə hər kəsə təqdim olunan suallar müəyyən qədər dəyişir. Və ola bilər müsahibə hazırlığını biz təşkil eləyərik. Amma müsahibə hazırlığından gedib orada sizin müsahibədə bizim dediyimiz şeylərdən düşməyə də bilər. Yəni, əmin olmadığımız bir şeylərdən tədris etmək məncə doğru bir şey deyil. Əgər bir şeyi tam bilirsənsə və tam özünə güvənirsənsə, məsələ bitmişdir. Amma yox, güvənmirsənsə, onun sən necə deyə bilərsən? Fərqi yoxdur. Yaşından, boyundan, millətindən asılı olmayaraq bir insan bir şey bilirsə, fərqi yoxdur. Ondan böyük insan da ola bilər, kiçik insan da ola bilər, həmyaşıd da ola bilər. Onun prosesini, gedişatını ətraflı şəkildə sənin qarşına qoya bilən bir insanla nəsə öyrənmək olar. Amma yox, mən deyim ki, sizi müsahibəyə hazırlaşdıracağam. Amma gedib müsahibədə sizin mən dediyim şeylər düşməyəcəksə, nə qədər doğru olar? Elə deyilmi? Sabah hardasa qarşılaşarıq. Nömrəm hər yerdə var. Mənə yığıb deməyəcəksinizmi ki, müəllim, bəs siz mənə belə demişdiniz, gedib düşmədi. Amma analitik təhlildən mən özüm tədris eləyirəm. Bu mümkün deyil. Mən orada sizə düşəcək 90% sualların tiplərini deyəcəm ki, bu tip sual orada olacaq. Bax, sualın özünü yox ha. Tipin deyəcəm ki, bu tip sual düşüb, düşə bilər. Bu tip suallardan müğayət olun. Bu cür. Yəni, birə-bir orada düşəcək sualları heç kəs bilə bilməz. Və qeyd edeyim ki, biz tam olaraq müstəqil bir fəaliyyət göstərən özəl tədris mərkəziyik. Yəni, bizim müsabiqə ilə heç bir rəsmi bağlılığımız yoxdur. Sadəcə analitik təhlil mərhələsini mən, Tapdıq Abbasov, birinci mərhələ olan ümumi bilik mərhələsini isə Cahid Xəsayev tədris eləyir, birlikdə əməkdaşlıq eləyirik. Üçüncü mərhələ isə idarəetmə mərhələsidir. İdarəetmənin də hazırlığı təşkil olunacaq. Hər hansısa bir suallarınız varsa, yoldaşlar, deyin, baxaq. Seçmədə iştirak edən varsa, verə bilərmi müəllim? Bəli, təbii ki də, Kənan bəy, buyurun. İştirak edən varmı kimsə? İdarəetmə mərhələsinin
İdarəetmə təcrübənizin özəl və ya dövlət sektorunda olmağının fərqi yoxdur. Siz orada qeyd edə bilərsiniz ki, əgər özəl sektorda ümumiyyətlə idarəetmə bacarığınız varsa sizin, müsabiqədə iştirak edə bilərsiniz. Heç bir problem yoxdur. Yəni özəl sektorda 2 illik idarəetmə təcrübəm var. Bunu qeyd edirsiniz və müsabiqədə iştirak edirsiniz. Problem yoxdur. Birinci mərhələ təxminən nə vaxt olacaq? Birinci mərhələ deməli qeydiyyatımız bitir aprelin 16-sı. Təxminən birinci mərhələnin imtahanı aprelin 20-si, 22-si. Təxminən bu civarlarda olacaq. Mən belə düşünürəm. Təbii ki, rəsmi şəkildə də açıqlanacaq, amma aprelin 25-nə qədər olmalıdır mütləq. Buyurun yoldaşlar, müsabiqə haqqında kimlərsə fikir söyləmək istəyirsə, iştirak edənlər varmı məsələn? Salam müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir. Nurani xanım. Üzrlü sayın, bəli. Öncəliklə üzrlü sayın, mən görüntünü aça bilmirəm. Çox təşəkkür edirəm. Deməli, mən iştirak eləmək fikrim var və edəcəm də inşallah. Az öncə müsahibədən söz getdi. Mən ümumiyyətlə bununla bağlı bilmək istəyərdim ki, bir nümunə olar ki, zəhmət olmasa çəkərsiniz ki, bilək ki, hansı tipli suallar ola bilər? Yəni, müsahibə mərhələsi belədir ki, müsahibə mərhələsində sizin qarşınıza hər şey çıxa bilər. Nə kimi? Yəni, şəxsi suallardır, özümüzün iş prosesimizdə, yəni oradan qaynaqlanan suallardır, işimizlə bağlı, yoxsa... Təbii, işinizlə bağlı. Siz hansı dərəcədə rəhbər ola bilərsiniz, bu araşdırılır. Və bunu dəqiqləşdirməyə çalışırlar ki, məsələn, rəhbərə nə sual vermək olar? Sual verirlər ki, məsələn, şirkətində hər hansısa bir problem yaşanıb. İşçilərin maaşını verə bilmirsən. Onun əlində statistikaları var ki, sən idarəetmə mərhələsində hansı tip sualları doğru yazmısan, hansıları səhv. Analitikdə hansıları doğru yazmısan, hansıları səhv. Və bilir ki, sənin bu hissədən ona cavabın maraqlıdır. İşçilərin maaşını verə bilmirsən. Nə edərsən? İşçilərin hamısını çağırıb, məsələn, işçilərinlə mi danışarsan, yoxsa hardansa müəyyən qədər təmin etməyə mi çalışarsan? Yəni, hansı bir istiqamət seçərsən? Müsahibədə indi dövlət qulluğu da ola bilər və yaxud istənilən dövlət müəssisələrində müsahibə mərhələlərində iştirak edən namizədlər də bilir ki, təbii ki, indi nazirlərin təqdim etdiyi suallarla o suallar arasında fərq olacaq. Bu normal haldır. Amma yəni işinizlə bağlıdır. Kənar nə sual olacaq ki? Siz hansı səviyyədə idarəetmə bacarığına sahibsiniz və hansı səviyyədə idarəedici ola bilərsiniz? Məsələn, sabahsı gün sizə hansısa bir şirkəti, hansısa bir dövlət müəssisəsini əmanət eləyib rahat şəkildə çıxıb getmələri üçün onun nə olmalıdır? Yəni araşdırılması olmalıdır ki, siz bunu bacara bilərsiniz, yoxsa bacara bilməzsiniz. Əsas məsələ budur, yəni. Suallar da bu yöndə olur və hər kəsə verilən suallar da dəyişir. Ona görə onun hazırlıqlarını təşkil etmək mümkün deyil, yəni. Buyurun Nurani. Anladım. Mən 4 ildir kurator şəklində fəaliyyət göstərirəm. Sosial Xidmətlər Agentliyinin mərkəzinin birində. Yəni ona görə bilmək istəyirdim ki, görüm hansı tipli suallar ola bilər. Artıq müəyyən qismə aydın oldu. Yəni məntiq, düşündürücü aspektdən yanaşaraq bəhs olunanlar olacaq. Eynən. Hər kəsin görünür ki, o yanaşdığı işlə bağlı ola bilər. Bəli, əsas hər kəsin məşğul olduğu, bəli, iş sahəsi ilə bağlı əsas suallar istiqamətləndirir. Yoldaşlarımızdan biri yazıb ki, Kənan bəy, birinci mərhələni başa düşmədim. Onlayn olur. Bəli, birinci mərhələ onlayn olur. Kamera bağlı olur və müəyyən bir vaxt çərçivəsi verilir və bu vaxt çərçivəsində siz sizə təqdim olunan 4 blok üzrə sualları işləməlisiniz. Və salam. Sadəcə məlumat bildirilir ki, səssiz yerdə, kənar yerlərdən kömək almadan sərbəst şəkildə işləyin. Başqa da bir şərt yoxdur. Düz İslam müəllim, hər kəs salamlayıram. Nəzarət bəs, yəni kamera falan nəzarəti olur, yoxsa onu bilmək istəyirdim. Bu il, keçən ilə qədər oldu. İndi bu il bilmirik. Necə olacaq? Bir də müəllim bir sual verim. Bayaq xanım sual verdi. Məsələn, mən indi Dövlət Sosial Müdafiə Fondunda işləyirəm. Yəni mənə suallar o istiqamətdə gələcək. Elə mi başa düşdüm yoxsa? Belə deyim sizə. Mən deyim ki, hə. Sabah gedər,
Bir dənə kənar bir sual salarlar. Deyirsiniz ki, müəllim, siz demişsiniz ki, kənar yerdən sual salmazlar axı. Amma ona görə o əsasən o istiqamətdədir. İndi hər hansısa bir kənardan bir fərqliliklər ola bilər təbii. Yüksəliş ümumiyyətlə yenilikçi bir sual, nədir? Müsabiqədir. Yenilikçi bir müsabiqə. Müəllim, Yeni şeylər qarşımıza çıxa bilər. Buyurun, buyurun. müəllim, axşamınız xeyir, bir-birimizin hər bir doğrular arzulayıram. Mən amma belə başa düşürəm ki, çünki hər il jürilərdə dəyişir, hər il başqa-başqa nazirlər əlavə olunur. Mən belə düşünürəm ki, hər nazirin öz aspekti fərqlidir deyə siz dəqiq deyə bilmirsiniz də, hər aspektə uyğun. Bank sahəsi də var orada, İnformatik İdarəçilər Akademiyasında müəllimləri var, nazirlər də var. Mən ona görə fərqlilikdir deyə, biz dəqiq heç də deyə bilmərik. Dəqiq deyə bilmərik, bəli. Baxın, Bəli, çox magistratura, dövlət qulluğu, vergi, gömrük, digər sahələrə də kifayət qədər hazırlıq keçmişəm. Məsələn, siz məndən soruşun ki, müəllim, 2019-cu ildə magistraturada nələr düşmüşdü? 2026-cı ildə magistrda nələr düşmüşdü və nələr düşə bilər? Dövlət qulluğunda müsahibədə nə tipli suallar verilib, nə tipli suallar verilə bilər? Bunları mən xırda nöqtə virgülünə qədər deyim. Yüksəliş yeniliyi sevən bir müsabiqədir və hər il, hər sonrakı il, hər əvvəlki ildən özləri də səhvlərini çıxarıb, səhvlər deməyək, daha da mükəmməlləşdirməyə çalışırlar. Və ona görə də orada dəqiq bir şey demək olmaz. Mən dəqiq bir şey desəm, siz mənə deyə bilərsiniz ki, müəllim, siz orada deyilsinizsə və o sualları təşkil edən bir namizəd deyilsinizsə hardan bilə bilərsiniz? Ya yalan danışaram, ya da ki, sualları təşkil edən şəxslərdən biri ola bilərəm. Ən doğrusu olar ki, onun haqqında heç kəs bir fikir söyləyə bilməz. Əsas istiqamət sizin hansı səviyyədə rəhbər olmağınız üçündür. Rəhbər olacaq şəxs üçün nə suallar verilə bilər? Onun zəif olduğu hissələrdən. Və imtahan dedik ki, imtahan nə zaman olacaq? Aprelin təxminən 16-sı qeydiyyat bitirsə, qeydiyyatdan bir həftə sonra təxminən. Sualları cavab... Salam. Salam, buyurun gözəl insan. Bir dənə iki sualım var çox vaxtınızı almadan. Ümumiyyətlə, siz bu praktika olubdu öncəki illərdə, bu kimi hazırlıqlar olubdu, tələbələriniz olub. Bu il bizim müsabiqə üzrə 4-cü ilimizdir və müsabiqədə uğurlu nəticə göstərən həm 1, həm 2, həm 3-cü mərhələ üzrə nəticə göstərən namizədlərin nəticə vərəqlərini həm Instagram, həm Facebook səhifələrimizdə də paylaşmışıq. Əsas bu 3 mərhələ üzrə və yarım final üzrə də nəticə göstərən namizədlərin nəticə vərəqləri paylaşılmışdır. Yəni belə deyim ki, birinci ilimiz deyil. Yaxşı. Və sizin bu il üzrə artıq başladığınız qrup var, yoxsa bu birinci qrup olacaq, sıfırdan olacaq? Bu üçüncü qrupdur. Aydın, təşəkkür. Hansı tarixdə birinci mərhələ keçiləcək? Aprelin deməli 16-sı qeydiyyat bitir. Qeydiyyatdan sonra təxminən bir həftə sonra. Aprelin 16-sı qeydiyyat bitirsə, təxminən aprelin 20-si, 22-si, 25-i. Təxminən bu dövrlərdir. Uşaqlardan. Xeyr, qalib olan namizədimiz yoxdur, amma yarımfinal və finala qədər gələn namizədlər var. Səhiyyə sayəsində onu bilə bilmərik. Onu səhiyyə sayəsində və hansısa bir sahədə hansı suallar verilir. Yarımfinal və finalda nələr olacaq, onu heç kəs bilə bilməz, yoldaşlar. Belə deyim sizə, analitik təhlildən indiyə qədər nələr düşüb, bunlar haqqında fikir söyləmək olar və ümumi bilik mərhələsində nələr düşüb, bunlar haqqında fikir söyləmək olar. Amma yəni görmədiyimiz finalda, yarımfinalda onun haqqında heç kəs bir şey deyə bilməz. Qeydiyyat bəli açılıb. Rəsmi şəkildə ancaq yüksəliş müsabiqəsinin rəsmi saytında tarixlər də paylaşılacaq. Biz də nəsə sizə deyiriksə, onu müsabiqənin rəsmi saytında görüb sonra deyirik. Əvvəlcədən heç kəs bilə bilməz. İmtahanlar, narahat olmayın, sizin iş günlərinizə təsiri olmayacaq. Analitik təhlili mən tədris eləyəcəm, dünya görüşünü isə bizlə birlikdə əməkdaşlıq eləyən Cahid Xasayev. Bir də bir sualım da olacaq. Ümumiyyətlə bu hazırlıq ərəfəsi, misal üçün deyək ki, məntiq ərəfəsi hardasa may ayının ortalarına gəlib çıxar. Mərhələ olaraq da təxminən açıq detallı məlumat. Mayın 13-ü idi. Tamam. Yəni ilk misal üçün mən məntiqdən bir 0 baza deyək. Yəni bu gündən başlasaq bu dərsdən o müddətə qədər ümumiyyətlə bu mövzunu tam hakim olmaq olurmu, yoxsa müddət qısıtlı mı? Deməli, 16 dərslik bir proqramımız var analitik təhlildən.
16 dərs müddətində adını da qoymuşuq baza dərsləri. Bu baza dərslərində yoldaşlar sizə nələr təqdim olunacaqsa, müsabiqədə nə tipli suallar düşübsə, məsələn bir dənə sual varsa, o suala oxşar və bənzər özümüzün hazırladığımız başqa hansısa bir vəsaitlərdə olan suallardan yığma testlərlə həmin hissəni möhkəmləndiririk. Artıq o tip sual sizin qarşınıza çıxsa onu yaza biləcəksiniz. Diaqramlar, məsələn müsabiqədə diaqramlar düşüb indiyə qədər. Bizim o formatda, format olaraq eyni, amma tam yeni strukturda, tam yeni dizaynla özümün sıfırdan hazırladığımız suallar ki var, bu suallar sizə işlədilir və işləmə qabiliyyətiniz artır. Yəni əzbər, hər hansısa bir digər belə bir şeylər yoxdur. Əsas gedişatı və qaydası öyrədilir. Ondan sonra isə sərbəst olaraq işləyirsiniz. 2 aylıq təxminən 2 ay çəkir, o da konkret olaraq 16 dərslik bir proqramdır. 16 dərslik proqramımızda deməli sizə əsas bütün nə düşürsə, verbal, abstrakt, rəqəmsal bunların hər biri izah olunur. Bu bitdikdən sonra birinci mərhələnin siz deməli dünya görüşünü keçdikdən sonra analitik təhlilin qəbul sualları izah olunacaq. Əvvəlki illərdə sizin qarşınıza hansı suallar gəlibsə, nə suallar düşübsə analitik təhlillərdə hər birinin tək-tək izahları olacaq. Siz qulaq asacaqsınız, mən isə hamısını nöqtə vergülünə qədər izah etmiş olacam. Buyurun, əl qaldıran yoldaşımız var, kimsə nəsə söz demək istəyir. Buyurun, idarəetmə mərhələsinə nə qədər düşür? Bayaq dedim, 2 blok olur. Deməli, sizə düşür emosional zəka və situasiya mühakimə sualları. 60 və 62 sual olmaqla toplam 122 sual təqdim olunur. Ən son mərhələ yaya qədər çəkir, indi o dəyişə bilər. Yaya təxminən mərhələlər arasında 20-25 gün, təxminən 1 ay müddətində fasilə olur. Müəllim, bir sualım olacaq. Yəni bizə bu 4 istiqamətdə bizə suallar verilir. Onların tarixləri fərqli olur, yoxsa eyni vaxtda, məsələn 20-si aprel deyək ki, tarixində olubsa, o 4 mərhələnin 4-ünü də eyni gündə mi veririk? Həmin o 4 istiqamət. 4-də eyni olur, bəli. 100 sualdır, 100 sualdan 60 balı keçən növbəti mərhələyə keçmiş sayılır. İkinci mərhələ nədir bəs? Analitik təhlil, 75 sual, abstrakt, verbal, rəqəmsal, üçü birlikdə analitik təhlil, məntiq sayılır. 75 sual, 300 ballıq sistem, ən yüksək bal yığanlar növbəti mərhələyə keçir. İkinci. Sonra idarəetmə. Bəli, idarəetmə üzrə də tədrisimiz olacaq. Ümumi bilik, analitik təhlil paralel başlamışıq. Bunların tədrisi bitdikdən sonra siz ki, ikinci mərhələni keçəcəksiniz, ondan sonra idarəetmə hazırlıqları təşkil olunmuş olacaq. İndidən idarəetmə hazırlığı təşkil etmək doğru olmaz məncə. Onda müəllim, siz 4 istiqamətdə hazırlıq təklif edirsiniz də? Analitik təhlil, idarəetmə. Birinci mərhələdə axı dediniz 4 fənn olacaq. Fənləri qoyaq bir kənara. Ümumi bilik deyiriksə, ümumi biliyin içərisində həm deməli dünya var, həm Azərbaycan var, həm müasir trendlər var, həm də deməli idarəetmə əsasları. Bu 4-ü ümumi bilik mərhələsinin içərisində gedir. İkincidə analitik təhlil. Mən tədris edəcəm. Analitik təhlilin içərisində abstrakt, verbal, rəqəmsal tipli testlər var. Bunlar hər biri onun içərisində gedir. Üçüncü mərhələ idarəetmə. 2 bloka ayrılır. Emosional zəka və bir də deməli situasiya mühakimə sualları. Bunların hər ikisi bloklarıdır. Amma mərhələ olaraq idarəetmə mərhələsi gedir. Onun hazırlığına qoşulursunuz, avtomatik o fənlərin içərisində onu da öyrənmiş olursunuz. Bəli, materialları özümüz sizə təqdim edəcəyik. Hər 3 mərhələdən. Mənim sualım var. Buyurun. Deməli, birinci mərhələ 4 kateqoriyaya bölünür və bunlar belə deyim 90 dəqiqə vaxt gedir də bunlara ümumilikdə. Doğrudurmu? Deməli, bu proseslər xırda məsələlərdir. Bunlar haqqında müsabiqədən əvvəl də bir dənə sınaq imtahanı təşkil olunacaq və orada imtahanın formatı öyrədiləcək. Məncə, bəli, bu gün dərs olacaq, indi izah edəcəm bəzi sualları. Bunlar xırda məsələlərdir və hər blok üçün müəyyən bir vaxtlar ayrılır və bu vaxtlar çərçivəsində sizə təqdim olunan sualları işləyirsiniz. 4 blokda necə olur? Birinci bloku üçün bir vaxt ayrılır, işləyib bitirirsiniz, arada 5 dəqiqə fasilə, ikinci blok üçün vaxt ayrılır, bunu işləyib bitirirsiniz, 10 dəqiqə fasilə, üçüncü bloku işləyirsiniz, sonra vaxtla birinin o birinə təsiri yoxdur, amma ümumi vaxtdan da gedir. Onu imtahan gedişatında tam olaraq öyrənmiş olacaqsınız və narahat olmayın ki, əsas sizin üstünüzə düşən yük
Müsabiqədə nələr düşəcəksə bunları öyrənib müsabiqədə iştirak etməkdir. Birinci onlayndır, 2, 3, 4, 5 əyanidir. Və salam. Bunları bilsəz kifayətdir. O xırdalıqlara çox getməyə ehtiyac yoxdur axı. Deyim ki, abstraktda 30 dəqiqə, o birisinə 32 dəqiqə, bu birinə 35. Yox, onu demirəm. Onu demirəm müəllim. Buyurun, buyurun. Mən o sınağa daxil olanda siz bu aralıqları dediniz. Mən heç orada o fasiləni görmədim, bilmirəm. Bəlkə də var imiş, mən görməmişəm. Necə? Ümumidən vaxt gedir, amma bloklar arasında da fasilə verilir. Mən fasiləni görmədim. Bəlkə də ilk dəfə idi, ona görə görməmişəm, bilmirəm. Mənə ümumi lazımdır. Yəni ümumi bilim ki, məsələn 90 dəqiqə hesab olunur, yoxsa 3 saat mı? Deyəsən 3 saat idi. Ümumi yox, ildən ilə dəyişir o açığı. Məsələn, il olur ki, biraz daha vaxt az olur, il olur ki, daha çox olur. Onu mən tam dəqiq şəkildə müsabiqədən imtahandan 3 gün əvvəl, 2 gün əvvəl, 1 həftə əvvəl rəsmi şəkildə qrupda bölüşəcəm ki, yoldaşlar, filan bloka filan qədər vaxt verilir. İmtahan prosesi bu cür olacaq. Yəni ancaq konkret olaraq 100 sualdır. Bəli, 100 sualdır. 60 sual keçdirsə uğurlu olacaqsınız. Tamam. Bəli, bir də ki cavabımızı həmin anda görəcəyik də, onda keçib keçmədiyini. İmtahan bitdi. Siz artıq növbəti mərhələyə keçmisiniz yoxsa kəsilmisiniz, onu avtomatik görəcəksiniz. Bir də bir şey bilməksən, məsələn mən işdə hər il imtahan verirəm. Məsələn keçən il elə mayın 13-ü mən özüm qiymətləndirmədəydim, sertifikasiya imtahanı. Hər il bizdə var. Əgər mənim o imtahanımla bu imtahanım üst-üstə düşərsə necə olacaq? Burada analitik təhlildə 3 gün vaxt verilir. 3 gün, gün ərzində də 2 saat idi deyəsən, 2 saat. 2 dənə fərqli saat və 3 gün müddətində. Siz əvvəlcədən imtahandan bir neçə gün əvvəl hansı saat sizin üçün uyğundursa o saatı seçirsiniz. Yəni imtahanın hamısı eyni bir saatda olmur, belə deyim. Güzel. Ne güzel. Bir də bu ikinci mərhələdə dediniz ki 300 bal təşkil olunur da, eləmi? Bəli. Ümumilikdə 300 baldır. Bu 75 suala 300 bal hesab olunur. Bəzi suallar 2 ballıq, digəri 4 ballıqla indi. Mən bir şey bilmirəm. Buna ümumilikdə nə qədər, məsələn bu günə qədər nə qədər vaxt təyin olunubdur? Toplam 3 saat, amma blokların hər birinə ayrı-ayrı vaxtlar verilir. Hərəsinə ayrı-ayrı vaxtlar verilir. Məsələn, eləsi var 30 dəqiqə, eləsi var 35 dəqiqə. Fidan xanım, birinci mərhələ üçün yerindədir, çıxır cavablar. Amma analitik təhlildən bir neçə günə çıxır cavablar. Ümumi bilikdən amma yerindəcə bilirik. Keçdik. Sizdən bir şey soruşum. Keçən il mən proqa hazırlatmamışdım. Elə belə yüksəlikdə verdim. Birinci mərhələ əslində bizim məktəb vaxtı oxuduğumuz, universitetə hazırlaşdığımız və magistraturaya hazırlaşdığımız biliklərdir. Tarixdir, coğrafiyadır, dünya iqtisadiyatıdır. Yəni elə çətin bir şeylər deyil onlar. Hadi də mən birinci kursayı seçdim. Cavablar gəldi. Amma ikincide analitik deyildi. Yoxsa mən qarışdırıram. Analitikdir bəli. Yəni ikincide mənim ikinci analitik xəbəri gəlmədi. Yoxsa mən nə isə buraxdım. Elə mən onu verdim. Bir həftə sonra cavab, bir həftə yox, bir neçə günə bizim hesabımıza cavab gəldi. Akkauntun var asıl özümüzün orada. Ona yazıldı ki, neçə faiz yığmışam. Amma ondan sonra yenə nəsə bir şey oldu. Yoxsa mən qarışdırıram. Oldu da. Analitik təhlildən ya keçmisinizsə növbəti mərhələ idarə etmə gəldi, ya da kəsilmisiniz yəni. Yox, elə bir daha tapıb sizə WhatsApp-da atacağım onu. Atarsın. Deyəcəm nə, ola bilər qarışdıram. Ola bilər. Hardasa problem olsa onu mən sizə şəxsdə ətraflı... Oldu. Çox sağ olun, çox sağ olun. Buyurun. Mənim dəstək bir dənə sualım var. Pərvin xanım, çox üzr istəyirəm. Pərvin xanım sualını cavablandırım, siz deyin, olarmı? Suallar bəli, test şəklində olur və səhv düzə aparmır. Buyurun. Xanım deyin sualınıza. Müəllim, dərslər onlayn amma canlı formatda olur da, yəni həmin vaxt qoşulur. Video qeydlərdə göndərilir. Hər dərs olmaqla. Dərslərimiz onlayn olur. Deməli, yeni qrupumuz açılacaq. 1-ci, 4-cü gün 21:00-da məntiq, yəni analitik təhlil, 2-ci mərhələ. Dərsləri mən tədris eləyəcəm. 1-ci mərhələ dərsləri ümumi bilik, yəni burada dərslərimiz olacaq ümumi bilikdən 2-ci, 5-ci gün 21:00-da. Yəni 1-4-21:00-dan 2-5-21:00 dərslərə qoşulursunuz. Hər dərs olmaqla materialları özümüz sizə təqdim eləyəcəyik. Əlavə bir şey almağa ehtiyac yoxdur. Dərslərin rekordları olacaq. Hal-hazırda da rekord eləyirəm. Dərsdən sonra bunu
YouTube-da yerləşdirirəm və link şəklində sizə göndərirəm. Bunu ancaq dərsə qoşulan yoldaşlar görür. Və istənilən zaman, istənilən vaxt, istənilən yerdə həmin dərsləri izləyə bilirsiniz. Məsələn, imtahana bir həftə qalmış, siz həmin o dərslərin video qeydlərinə baxa bilərsiniz. Dərs birdə neçə saat olur müəllim və dərsdən kənar günlərdə biz sizə sual ünvanlaya bilirikmi? Problem yoxdur. İstənilən bir sualınız göndərin mənə, yerində cavablayacağam. Dərsin dedim, müddəti nə qədər olur bir dərsin? 90 dəqiqə. İndi o 10 dəqiqə gec də ola bilər, tez də ola bilər. İndi bir şey deyim sizə. Dərsimiz deyirəm 90 dəqiqədir. Məsələn, 90 dəqiqə tamam olanda Zoom-u keçirmirəm. Yəni suallarınız bitir və dəfələrlə deyirəm, yoldaşlar, nəsə problem varmı? Nəsə başa düşmədiyiniz hissə varmı? O dərs. Yəni mən sizə tam əminliklə deyim ki, dərs gedişatlarımızdan kiminsə bir şikayəti olsa, yəni qalan digər məsələlərin hamısı sizin xeyrinizə olacaq. Belə bir sözlə ifadə edeyim. Dərslər keçirilməsindən, vaxtlarından, rekordların olunmasından, materialların göndərilməsindən hər hansısa bir şikayətiniz olarsa, qalan bütün məsələlər sizin xeyrinizə olacaq. Yəqin ki, başa düşdünüz. Yəni axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Mümkünsə əgər icazənіз olsa bir sual da mən yönləndirərdim. Bir şey bilmək istəyirəm ki, belə bir hal mümkündürmü? Orada desən siz demişdiniz ki, ya hər iki mərhələyə hazırlaşa bilərik, ya da ayrı-ayrılıqda tək-tək mərhələlərə. Bir şey bilmək istəyirəm ki, mümkündürmü məsələn birinci mərhələni mən ilk dəfədə iştirak edəcəm açığı, 2 ildir də iş təcrübəm var, ona görə genəldə yəni iştirak edə bilərəm. Sadəcə bilmək istəyirəm ki, mümkündürmü ki, birinci mərhələni özüm könüllü olaraq iştirak eləyim, əgər keçsəm ikinci mərhələ üçün hazırlıqlara davam edeyim, yoxsa elə başdan indidən başlamaq lazımdır onun üçün də? Deməli, istəsəz bir mərhələyə qoşula bilərsiniz. İstəsəz 2 mərhələyə qoşula bilərsiniz. Qiymətlərlə bağlı yazarsınız. O məsələləri şəxsdə danışsaq daha iyi. Onu elə paylaşmışdınız məndən, yazmışdım. Sadəcə bilmək istəyirəm ki, mümkündürmü? Yəni hələ başlamayım, amma birinci mərhələ imtahanını keçəndən sonra artıq görsəm ki, keçmişəm, ikinci mərhələyə ehtiyac var, onda başlayım hazırlaşmağa. Yəni indi yox, sonradan. O da doğru fikirdir. Səhv fikir deyil, amma birinci mərhələ ilə ikinci mərhələ arasında müddət çox az qalır. Təxminən 20 gün qalır, 20-25 gün. Və 20-25 gün ərzində heç nə edə bilmirik və o sualları çatdırmağımız mümkün olmur. Biz ona görə məcbur olaraq yəni maksimum sürətləndirilmiş bir rejimə keçirik. Və bu dövrdə kimin ki bazası var, qəbul suallarını görür, gedir müsabiqədə uğurlu nəticə göstərir. İndi kimsə göstərə bilər, onu demirəm, amma ümumi kütləni deyirəm. Kim ki bazası yoxdur, ümumiyyətlə heç nə bilmədən deyir, birinci mərhələni keçim, gördüm ki, əmin oldum, keçdim, sonra ikinci mərhələyə hazırlaşaram. Lap gözəl. Onda deməli ikinci mərhələdə kəsilmə ehtimalımız çoxdur. Niyə? Çünki vaxt azdır və həmin vaxt çərçivəsində bizim hazırlaşmağımız çox çətin olacaq. Zoom-da deyəsən, aydındır, çox sağ olun. Yenidən qoşulacağıq. Bunu deyim, biləsiniz. Mən bu gün dərs olacaq, yoxsa keçəcəm. Bir dənə yoldaşların suallarını mən bir dənə cavablandırım tam olaraq. Nəsə suallar qalmasın və indi mən sizə canlı nümunələr göstərəcəm. Müəyyən fiqurlar və diaqramlardan asan və orta səviyyəli suallar göstərəcəm. İndi üzərində birlikdə düşünüb müzakirə eləyəcəyik. Qiymətlərlə bağlı zəhmət olmasa şəxsidə yazarsınız, onu oradaca elə həll eləyərik. Fatimə xanım, bəli, internetinizdə problem oldu. Nəsə problem oldu. Qoşula bilmədinizsə, heç bir problem yoxdur. Yəni dərslərin sizə hər dərs olmaqla video qeydləri göndəriləcək. Yəni baxa bilmədiniz, onun izahına videodan da baxa biləcəksiniz. Bizdə hazırlıqlarımız 9 martdan etibarən start götürəcək. 1-4-21-00 analitik təhlil, 2-5-21-00 ümumi biliklər. İmtahanlar sizin iş və digər məsələlərinizə problem yaratmayacaq. O baxımdan narahat olmayın. Günlər elə tənzimlənir ki, siz orada mütləq iştirak eləyə biləcəksiniz. Hər biriniz imtahanda bizim qarşımıza abstrakt fiqurların 3 növü çıxacaq. Fiqurların müəyyən bir qanuna uyğunluqla ardıcıl şəkildə davam edəni, cədvəl içərisində veriləni və müəyyən bir fiqurlar arasında məna əlaqəsi var ki, onu başa düşüb digərinə tətbiq etmək. Pərvin xanım doğru deyir. Cavab A variantı olacaq burada. 2 cür istiqamət var. Biri var saat əqrəbi istiqaməti. Biri də var saatın əksi istiqaməti. Yəni sağa getdi, sola getdi, yuxarı, aşağı getdi cümlələrini istifadə etmək olmaz. Ya saat əqrəbi, ya saatın əksi. Burada saat əqrəbi istiqamətində bu gördüyümüz xətti bir addım hərəkət etdirərək yazır burada. Sonra 1,
2 addım hərəkət etdirərək yazır burada. Sonra 1, 2, 3 addım hərəkət etdirərək burada yazırsa, biz həmin xətti 4 addım hərəkət etdirməliyik. Yəni 1, 2, 3, 4 addım hərəkət etsə, cavab olacaq A variantı. Problem varmı yoldaşlar? Varsa soruşun. Bu birinci tip suallardır ki, fiqurlar müəyyən bir qanuna uyğunluqla davam edir. Növbəti bir suala baxırıq. Bu suala baxın. Burada da fiqurlar müəyyən bir ardıcıllıqla düzülmüşdür. Qanuna uyğunluğu başa düşüb, dördüncü fiqurun hansı olmağını tapmaq lazımdır. Fikirlərinizi chat bölməsində yazsaz məncə daha yaxşı olar ki, hər kəs fikirləşib öz cavabını yaza bilsin. Burada birinci baxacağıq 3 bucaq, sonra 4 bucaq, sonra 5 bucaqdır. Növbəti olacaq 6 bucaqlı. Fiqurların imtahanda işlənmə qaydası variant çıxaraq işləməkdir. Yəni variantlardan 4 bucaqlı və 5 bucaqlıları tez silməliyik. Burada fiquru 2 hissəyə ayırıb. Burada fiqurun içərisində 3 hissəyə ayırıb. Burada isə 4 hissəyə ayırıb. Növbəti 5 hissəyə ayrılmalıdır. Baxırsınız 1, 2, 3, 4, 5 hissəyə ayrılan cavab olacaq D variantı. Müsabiqədə variant çıxaraq işləsəz, sizin sürətinizə çox kömək olacaq. Bu suala baxın. Salam müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Müəllim, mən belə fikirləşirəm ki, bu kvadratla başlayıb, deyə kvadratla bitə bilməz. Aha. Ona görə adi. Çünki biz, əhsən, düz deyirsiniz. Çünki burada bunlar müəyyən bir fiqur ardıcıllığı ilə düzülməlidir. Bir düzbucaqlı bir dairə, bir düzbucaqlı 2 dairə, bir düzbucaqlı 3 dairə. İndi düzbucaqlının özü var. Biz sadəcə 4 dənə dairəni götürməliyik ki, bu müəyyən bir fiqur ardıcıllığı olsun. Əgər növbətisində bu düzbucaqlı olan Y variantını götürsəydim, onun davamındakı olan düzbucaqlının gərək 5 dənə də dairəsi olardı. Əsas fiqurlar müəyyən bir qanuna uyğunluqla düzülməlidir. Məsələn, bu suala baxın. Burada hansı olacaq? Sonra da kvadratlar olmalıdır. Ona düz gəlmir axı. Aha, bu dəfə deməli nöqtə ilə başlamır. Bu dəfə kvadratla başlayır. 1 kvadrat bir dairə, 2 kvadrat bir dairə, 3 kvadrat bir dairə. İndi də olacaq 4 kvadrat bir dairə. 4 kvadrat bir dairə. Xəttlərə fikir verirsiniz? Yəni hər birində tamamlanmalıdır. Ardıcıllıq tamamlanmalıdır. Məsələn, növbəti tip olan bu cür cədvəl şəklində suallar olur. Bunlar müəyyən sətir boyu da baxmaq olar və yaxud sütun boyu da baxmaq olar. Bəzi suallarda sətir boyu cavab çıxır, bəzilərdə sütun boyu. Bəzilərdə isə hər iki formada baxsaz cavab çıxacaq. Məsələn, bu suala rahat şəkildə belə yanaşmaq olar ki, sütun boyu, baxın, bunun hər üçü eyni formada dayanıb. Görürsünüz, məsələn, bu ikisində də hər üçü eyni formada dayanıb. İndi ən sonuncu sütunda da yenə eyni formada dayanmalıdır. D variantı. Əhsən. Bu ikisi necədirsə, D variantı olarmı sizcə? Bu ikisi necədirsə, D variantı olarmı? Olmaz axı. Y olarmı? Olmaz axı. Ya A, ya B, ya C. Cavab olacaq hansı? Nöqtəsi hardadırsa, eyni yerdə olmalıdır. Yəni, cavab B variantı olacaq. Əhsən, əhsən. Buradakı üç bucaqlar da, düzbucaqlı üç bucaqlar da hərəkətinə baxmaq olar, amma digərindən baxsaz daha rahat görünər. Bu sualı sərbəst olaraq düşünün. Analitik təhlil mərhələsində sizin qarşınıza çıxa biləcək, çıxma ehtimalı olan sualların 90%-dən məlumatınız olacaq. B variantı. B variantı deyən yoldaşımız doğru deyir. İzah edə bilərsinizmi zəhmət olmasa? Böyük dairə 45 dərəcə sola doğru hərəkət edir. İçəridəki isə 90 dərəcə sağa doğru hərəkət edir. Doğrudur.
Burada sizin dediyinizlə deyirəm. Məsələn, bu yarım dairəyə baxırıq ki, sətir boyu baxanda, sətir boyu da baxsaq olar, sütun boyda. Saatın əksinə 45 dərəcə hərəkət eləyir, gəlir bura. Bir dənə də 45 hərəkət eləyir, gəlir bura. İndi bu tam sol tərəfdədir. 45 dərəcə hərəkət eləyir, gəlir bura. Bir dənə də 45 dərəcə hərəkət eləyir, tam gəlir aşağıya. İndi yuxarıdadır. 45 dərəcə saatın əksinə hərəkət eləyir, bura gəlirsə, bir dənə də 45 dərəcə hərəkət eləyib tam olaraq sol tərəfə gəlməlidir. Variant çıxaraq işləmək lazımdır. Ya A, ya B. Və yaxud bunu sütun boyda baxmaq olardı. Sütun boyu aşağıdadır. Sonra keçib sol tərəfə. Neyniyib? Saat əqrəbi istiqamətində 90 dərəcə hərəkət edib. Buna uşaqlar su kimi baxırlar. Deyirlər, su aşağıdadır, soldadır, sonra isə yuxarıdadır. Aşağı, sol, yuxarı, saat əqrəbi istiqamətində hərəkət. Buradadır. Saat əqrəbi istiqamətində 90 dərəcə hərəkət eləyəndə bura gəlib. Bir dənə də 90 dərəcə hərəkət eləsə bura gələcək. İndi sağdadır. Aşağıdadır. Harda olacaq? Təbii ki, 90 dərəcə saat əqrəbi istiqamətində hərəkət etdiyinə görə sol tərəfdir. Ya A, ya B. Bir də burada balaca yarım dairə var. Baxın, arxa tərəfdədir. Bu balaca yarım dairə. Sütun boyu 45 dərəcə, sətir boyu 90 dərəcə dəyişir. Sətir boyu baxaq. Baxın, sol tərəfdədir. İndi yuxarı tərəfdədir. Neyniyib? Saat əqrəbi istiqamətində 90 dərəcə dəyişib. Sonra hara gəlib? Bu arxa tərəfdədir, ona görə görünmür. Saat əqrəbi istiqamətində 90 dərəcə dəyişib. İndi bu aşağıdadır. Sonra baxın, yarısı görünür, yarısı yox. Sol tərəfdədir. Yəni saat əqrəbi istiqamətində 90 dəyişib, sola gəldisə, indi saat əqrəbi istiqamətində də 90 dərəcə dəyişib, yuxarıya gəlməlidir. Yəni hansı variant? B variantı sizin doğru cavabınızdır. Problem varmı? Məsələn, bu suala baxın. Bu sualda doğru deyirsiniz. Sətir boyu baxası olsaq, demək, saat əqrəbi istiqamətində bu qara bir addım hərəkət edir. Saat əqrəbi istiqamətində yuxarıdadır, gəlir bura, sonra bura, sonra buradadır. Məsələn, sonuncu sətrə baxaq. Saat əqrəbi istiqamətində buradadır. Bir addım hərəkət edib, gəlib bura. İndi bir addım hərəkət edib də bax, bura gəlməli idi. Bunu səhv veriblər. Aşağıda veriblər. Deyir ki, bunun şərtində, yazmamışam şərtini. Şərtdə yazılıb ki, hansı sətirdə və hansı sütunda verilmiş fiqur qanuna uyğunluğu pozur. Qanuna uyğunluğu pozan fiqur, bax budur. Yəni, saat əqrəbi istiqamətində hər biri bir addım hərəkət eləyərdi. Problem harda oldu? Dördüncünün C-sində yeri səhv verilib. Bunun yerinə yuxarı hissə rənglənməli idi. Belə bir suala baxaq. Mən orada sütun üzrə eləyəndə isə ən axırıncı 2 addım gedir sütun üzrədə. Sütun üzrə də olardı, bəli. Onda saatın əksinə bir addım gedir, baxın. Burada bir addım. Burada necə gedir? C sütununa baxın, buradadır. Saatın əksinə bir addım gedir. Niyə ki? Bir addım gedib, indi bura gəlməli idi. Ən sonuncular deyirəm 2 addım gedir. Ən sonuncular D-ni deyirsiniz? Yox, A, B, C, D-nin 1, ən sonuncu 1, 3 dənə birdən sonra ən sonuncu 2 gedir. Burada? Yoxsa necə? A-ya baxın, A-nın sütununa baxın mən. Aha, baxdım. Bir addım, dördüncüdə isə 2 addım. Hər birində dördüncüsündə 2 addım gedir. Dördüncüdə 2 addım gedir. Tam başa düşmədim nəyi deyirsinizsə. Baxın, sətir boyu baxaq, yoxsa sütun boyu? Sütun boyu. Sütun boyu baxıram. Buradakı xətt gəldi bura. Bundan razısınız? Bir addım. Sonra bir addım. Hə, burada deyirsiniz 1-2 addım. Doğrudur, 1-2 addım. Bəli, bura hamısını deyək. Əla, düzdür. Burada bir addım gəlir bura, sonra bir addım. Burada 1-2 addım. Bəli. Sütun boyu baxanda 2 addım gəlir. Ən sonuncuda 3-cü sətirdən 4-cü sətrə keçəndə. Olar, elə də olar. Heç problem yoxdur. Bu suala baxaq. Növbəti
müsabiqədə düşən tiplərdən biri budur. Deyir, birinciyə bax, başa düş. Necə qanunauyğunluq tətbiq edibsə, burada da sən eyni qanunauyğunluğu bura tətbiq elə. Necə? Qulaqda olan hissələr ağız hissəyə gəlib. Deməli, qulaqda olan hissə ağız hissəyə gəlməlidir. Variant çıxırıq. Qulaqlar olmalıdır romb. C olmaz. D olmaz. Yəni, ağız hissəsi romb olmalıdır. C, D olmaz. Gözlərdə olan kvadrat baş hissəyə gəlib. Gözlərdə olan ürək baş hissəyə gəlməlidir deməli. Elementlərə tək-tək baxmalıyıq. Baş hissə ürək olmalıdırsa, A variantı olmaz. Ağızda olan üçbucaq qulaq hissəyə gedibsə, ağızda olan ellipsis formalı dairə qulaq hissəyə getməlidir. Yəni, cavab Y variantıdır. B-də isə bu 8 bucaqlıdır. 8 bucaqlı ola bilməz. Bu sualda 4 fiqurun hər biri hara gedibsə, baxıb, başa düşüb tətbiq etmək lazımdır. Gözəl insanlar, bunu rahat şəkildə belə yaza bilərsiniz. Nömrələmə ilə 1 nömrəli fiqur gedib sağa, 2 nömrəli yuxarı, 3 nömrəli aşağı, 4 nömrəli sola gedib. Biz də həminki kimi 1, 2, 3, 4 şəklində nömrələyirik. 1 nömrəli sağa getməlidir. Yəni, sağdakı A ola bilərmi? Yox. B ola bilərmi? Yox. C ola bilərmi? Yox. Ya D-dir, ya Y-dir. Variant çıxaraq işləmək lazımdır. 2 nömrəli baxırsan yuxarı getmişdi. İndi 2 nömrəli yuxarı gedib. Bəli, sürətli olmaq üçün bu iki variantının fərqli hissəsinə baxsaz yaxşı olar. Məsələn, aşağı hissələrdə olanlar fərqlidir. Gəlib baxaram aşağıya 3 nömrəli fiqur gedibsə, 3 nömrəli fiquru götür, gətir yaz aşağıdakı yerdə və salam 1 sağa, 2 yuxarı, 3 aşağı, 4 də sola. Bizim qarşımıza müsabiqədə diaqram tipli suallar çıxacaq. Diaqram tipli suallarda, bəli Məryəm xanım, keçdik artıq. Sizə faiz məsələlərindən işləməyi öyrənəcəyik. Əsas burada proseslər nələrdir? Diaqramların hansılar düşəcək? Narahat olmayın, çətin deyil. Çox asandır, indi baxacaqsınız. Əsas məsələ, diaqramı görən kimi sizdən nə istənilir? Bunları dərs gedişatımızda öyrənmiş olacağıq. Baxın, deyir 2020-ci ildə ölkə üzrə bütün internet istifadəçilərin sayının 2017-ci ilin analoji göstəricisindən nisbətən 8%, yəni 150 min nəfər artdığını bilərək 2017-ci ildə ayda 1-20 gün internetdən istifadə edənlərin sayı neçə nəfərdir? Gözəl insanlar, burada bir cümlə var. Verib ki, 2017-ci ilin analoji göstəricisinə nisbətən 8%, yəni 150 min. Bunun özü 8%-in 150 min olduğunu deyir. 2017-ci il, lap yaxşı baxdım, ayda 1-20 gün, gəlib baxırsan hər gün olan boz rəngdir, ayda 20 gündən çox olan ağ rəngdir, 1-20 gün olan qara rəngdir. 2017-ci il üzərindən ayda 1-20 gün olan, qara rəng olan da 2,4%. İstifadə edənlərin sayı neçə nəfərdir? Və salam, demək ki, 8%-i 2,4-dürsə, 8%-i 150 mindirsə, bəs 2,4% nə qədərdir? X, imtahanda sizə kalkulyator veriləcək. Kalkulyatorla rahat şəkildə 2,4-ü 150-yə vuracaqsınız, böləcəksiniz 8-ə. Tənlik həll edə bilirik də, alınacaq 45 min. Yəni cavab D variantı. Deyir, 2018-2020-ci illəri əhatə edən dövrdə bir yanğının orta əhatə sahəsi neçə hektardır? Burada bu tipli sualları bizim dərs gedişatımızda o qədər işləyəcəksiniz ki, artıq sual sizin üçün çox sadə, primitiv sual gələcək. Meşə yanğınlarının sayları sol tərəfdə verilib və bir yanğının orta əhatə sahəsi nə qədər olması göstərilib. 8 dənədir və hərəsinin orta sahəsi 2,75-dirsə, toplam nə qədərdir? Biz toplamalıyıq, ortalamasını tapmalıyıq. Birinci, 8 dənəsinin hər biri 2,75-dəndir. 8-i vurmaq lazımdır 2,75-ə ki, görüm ümumi sahə nə qədərdir? Burada 22 hektar. Müəllim.
Bir dənə çox xahiş edirəm. Bitirin. Okey. Ondan sonra Okey. sizin suallarınızı cavablandırım, olarmı? 8 dənədir. Hərəsi 2,75-dəndirsə, 8 vur 2,75, 22 ümumi yanğının sahəsidir. 20 dənənin hərəsinin sahəsi ortalama 25-dəndir. 20-ni vuraq 25-ə olsun 500. 36 dənəsinin hərəsinin sahəsi 1,5-dəndir. Vurdum, oldu 54. Bu yanğınların sahələrini hamısını toplamalıyıq. Bu bizə verəcək 576 hektar və 576 hektarın mən bölməliyəm nəyə? Ümumi yanğınların sayına. 8-i buradadır, 20-si buradadır, 36-sı buradadır. Bunları toplayıram. Bu bizə verəcək neçə verir? 64. 576-nı da 64-ə bölsəm, alınacaq bir dənə yanğının orta əhatə sahəsi. İndi deyin sualınızı. Üstəlişdə diaqramların ədəd baxımından çatdırmaq kifayət qədər vaxt sərf eləyir və müsabiqədə əsas uğursuz nəticə göstərənlərin bir nömrəli səbəbi sualın həllini bilir, gedişatı da bilir. Ədədlər böyük olur və praktika etmədiyinə görə həmin vaxt çərçivəsində sualları çatdırıb yaza bilmirlər. Ona görə həftə sonları sabah səhər saat 11:00-da sınağımız olacaq. Mən özüm təşkil eləyəcəm. Və linklər də indi ümumi müzakirə qrupunda kimlər varsa orada yazacağam, məlumatınız olacaq ki, çoxunuzun da məlumatınız var. Müsabiqədə suallar necə olursa, həmin formatda, amma sualların 99% yeni suallardır. Özüm hazırlamışam hamısını demək olar ki. Suallarla siz həmin hissələr möhkəmləndirəcəksiniz. Yəni çətinlik olan hissələr ki var, onların öhdəsindən gələcəksiniz. Vaxtı çatdırmağı öyrənəcəksiniz. Tamam mı? Əsas məsələlər bundan ibarətdir. Müsabiqədə baxın, qarşımıza bu tipli və yaxud bundan daha asan və daha çətin suallar olacaq. Belə bir suala baxaq. Diaqram sualları kifayət qədər düşür. Baxanda çətin görünür, amma sualı işləyəndə çox asan. Azərbaycan Respublikasında 3 sahə 2015-2017-ci illər ərzində ayrılmış kreditin miqdarını 1000 manatla göstərən diaqramdan istifadə edərək tapşırığı yerinə yetirəcəyik. Hansı 2 ildə, hansı sahə üzrə ayrılmış kreditlərin birinin miqdarı digərinin 2 dəfə çoxdur və çox sadə. 2 variantlarla işləmək lazımdır sürətli olmaq üçün. 2015-2016 çox gözəl. 2015 romb olandı, yəni yuxarıdakı. 2016 isə kvadrat olandı. Ticarət və xidmət. Ticarət, xidmət, baxıram buradadır. Ticarət, xidmətin, bax bu ikisinə baxacam. Rombuna və kvadratına. Kvadrat təxminən 30 və 35 min aralığında olsun 32 min. Amma romb olsun 34 min. 34-32-dən 2 dəfə çox ola bilərmi? Xeyr. A variantı getdi. B variantına baxırıq. 2015-17. 15 rombdur, 17 3 bucaq. Biri yuxarıdakı, biri aşağıdakı. İnşaat və əmlak. Baxıram inşaat əmlaka. Bir ən aşağıdakına, bir də ən yuxarıdakına. Bu 10 ilə 15 min aralığında təxminən 14 min götürə bilərəm. Bəli. Bu isə 30 və 35 min aralığı təxminən 33 min götürə bilərəm. 14-ün 2 qatı 30-35 min aralığına düşür yoxsa yox? Düşmür. Deməli, B variantı da deyilmiş. 2016-17-də inşaat əmlak. İnşaat əmlaka baxıram. 16 ilə 17-yə. 16-da kvadratdır, 17-də 3 bucaq. 17-ni bayaq 14 min götürmüşdüm. İndi də elə götürürəm. 14-ün 2 qatı olar 28 min. 28 həqiqətən 25 min 30 min aralığındakı kvadrat ola bilərmi? Bəli. Bu tipli suallar isə təxminən işlənilən suallardır. Və salam, cavab C variantıdır.